Hər kəs salam. İndi belə bir suala baxırıq. Deyir ki, elə 3 ədəd verilmişdir ki, indi şərtə keçirik. Ədədlərdən biri 2 rəqəmli, digər ikisi isə 3 rəqəmlidir. Məsələn, bir ədədimiz bu 2 rəqəmli olsun. Sonra B-imiz, C-miz var. Bunlar isə hər biri 3 rəqəmlidir. Belə saxlayaq fikrimizdə. Sonra bu ədədlərin ədəd ortası 88-dir. Yəni A üstəgəl B üstəgəl C-nin ədəd ortası 88-dir. Ədəd orta nədir? Ədədlərin cəminin 3-ə bölmək, yəni sayına bölürük, bərabər edirik ədədi ortaya. İndi burada A, B, C-nin cəmini necə tapırıq? İndi yuxarıdan yazıram onu. A üstəgəl B üstəgəl C bərabərdir 88-i vururuq 3-ə. 3-ünün cəmini tapmaq üçün 88-i 3-ə vurmalıyıq. 8 dəfə 3 24, 4 yazıram 2 yadda, 8 dəfə 3 24 yadda 2 26. Deməli bunların cəmi 264 demiş. Bunu tapdıq. Sonra 3-cü şərtimizdə nə deyir? Deyir ki, ədədlərdən biri digərini 2 dəfə böyükdür. Biri digərini 2 dəfə böyük olan ədəd, bu ədədlərin böyük maksimum qiymətini tapın. Aha, mən 2 rəqəmli ədədi kiçik götürürəm və bundan da 2 dəfə böyük ədəd 3 rəqəmli olmalıdır. Fikirləşirəm ki, əgər 2 rəqəmli ədəd 50 olsa, bundan 2 dəfə çox olan, yəni burada 2 dəfə deyir, çox olan ədəd nədir? 100. Deməli, B-mizi 100, A-mızı isə 50 götürə bilərəm. Və 100 ilə 150-nin cəmi nə edir? 100 ilə 50-nin cəmi nə edir? 150. Və bunların ədədi ortası nə idi? 264. Onda belə çıxır ki, 3-cü ədədi rahat şəkildə tapa bilərik. 264-dən çıxıram 150-ni. 4, 1, 1, 114. Deməli, 3-cü ədədimiz nə olur? 114. Həqiqətən 50, 100 və 114-ü toplayanda və 3-ə böləndə 88 eləyir. 50 və 100 arasında 2 dəfə fərq var. Yəni, ədədin biri digərindən 2 dəfə böyükdür. Həqiqətən şərtimizdə bunu da tapırıq və ədədlərdən biri həqiqətən 2 rəqəmli, digər ikisi isə 3 rəqəmlidir. Nə aydın olmasa yorumlara yazırsınız. Bu haqqında və yaxud da bu formada başqa videolar istəyirsinizsə, yəni yorumlara yazırsınız. Mən də çəkirəm. Sağ olun.